Sumqayıt şəhərində mövcud yaşıllıq fondunun bərpası və genişləndirilməsi məqsədi ilə mütəmadi işlər həyata keçirilir. Boş qalmış ərazilərdə, eləcə də eroziyaya uğramış və qurumuş ağacların götürülməsi başa çatdırılaraq, həmin sahələrdə yeni tinklərin əkilməsinə başlanılıb. Şəhərin əsas prospekt və küçələrində aparılan işlər çərçivəsində Sülh, Heydər Əliyev, Koroğlu prospektlərində, həmçinin Zəminə Həsənova, Zülfü Hacıyev və Səməd Vurğun küçələrində yaşıllıq zolaqları yenilənir, əraziyə müxtəlif ağac və kol növləri əkilir. Şəhərdə aparılan bu proses Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən həyata keçirilir. İdarə əməkdaşları ərazilərdə yüksək keyfiyyətli abadlıq işləri aparır. Tinklərin əkilməsi və onların qulluq prosesini mütəşəkkil şəkildə təşkil edir. Yeni yaşıllıqların formalaşmasında Eldar şamı, sərv ağacı, xan çinarı, söyüd və zeytun kimi ağac növləri üstünlüyü təşkil edir. Bununla yanaşı Heydər Əliyev prospektində qızılgül kolu əkilir və yaxın günlərdə Koroğlu prospekti də daxil olmaqla digər küçələrdə də işlərin davam etdirilməsi planlaşdırılır. Yaşıllaşdırma İdarəsinin bu istiqamətdə gördüyü işlər şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ümumi abadlıq səviyyəsinin yüksəlməsinə və sakinlər üçün daha sağlam mühitin formalaşmasına xidmət edir. İdarənin əməkdaşları tərəfindən aparılan peşəkar və ardıcıl fəaliyyət nəticəsində Sumqayıt şəhərinin ümumi görünüşü daha da gözəlləşir. Ağac əkinin əhatə dairəsi genişlənir və şəhərin yaşıllıq fondu daim yenilənir. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.